Bugün hakkında danışmaq istədiyimiz şəxs Sabirabad rayon heyvandarlıq bazarının rəhbəri Hacı Əliş müəllimdir. O insanlara kömək edib əl tutmağı çox sevir. Əl tutub iş verdiyi insanların sayı hesabı yoxdur. İşçilərinə hər zaman öz ailəsi kimi qayğı göstərmiş, maddi və mənəvi olaraq onlara dəstək olmuşdur. Hacı Əliş müəllim həmçinin 44 günlük vətən müharibəsində ordumuza maddi və mənəvi dəstək olmuşdur. Şəhid və qazi ailələrini, həmçinin az təminatlı ailələri hər zaman diqqət mərkəzində saxlayır. Onların yaxşı olmaları üçün əlindən gələn köməyi əsirgəmir. Ümumiyyətlə, o insanlara göstərdiyi qayğıkeşliyi, diqqəti ilə sayılıb seçilən bir insandır. O bir sahibkar kimi xeyriyyəçilik əməlləri ilə də hər zaman diqqət mərkəzindədir. Xeyriyyəçilikdən başqa həmişə dövlətçiliyə sadiq olan Hacı Əliş müəllim sahibkarlar üçün ölkəmizdə, xüsusilə də rayonumuzda yaradılan şəraitdən razılığını bildirir. O çalışır ki, dövlətimizin vətəndaşlara göstərdiyi qayğıda onun da payı olsun. Hacı Əliş müəllim 1968-ci il 16 aprel tarixində dünyaya gəlmişdir. 16 aprel tarixində Hacı Əliş müəllimin doğum günü olmuşdur. Bu münasibətlə onu təbrik edir. Ona uzun ömür, can sağlığı, ailə xoşbəxtçiliyi arzu edirik. Həmçinin iş həyatında yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulayırıq.